Salam əziz dostlar, necəsiz? Hər vaxtınız xeyir olsun. Həmişə sizi görməyə çox şad oluram. Ona görə də bir də bir məsələni deyim. Sizin mesajlarınızdan bildirəm ki, çox qəşəng oturursunuz, izləyirsiniz, diqqətlə izləyirsiniz. Uşaqlar, bilirsiniz necədir? Həmişə özəl sözlərinizi, maraqlı fikirlərinizi bizə yazın. Biz onları diqqətlə oxuyuruq və çox sevinirik. İndi də qəşəng oturun, sizinlə qəşəng söhbət eləyəcəm. Uşaqlar, mən bir mövzunu sizlə paylaşmaq istəyirəm. Deməli, mən gələndə gördüm ki, bir dənə uşaq, bir nəfər həmin uşağı çağırır, əlində də bir hədiyyə paketi var. Gördüm ki, onu qəşəng çağırır, o da qaça-qaça gedir onun yanına. Birdən uşağı saxladım, dedim ki, ay uşaq, hara gedirsən sən? Axı, sən onu tanıyırsan, deyir, yox, tanımıram. Yaxşı, sən tanımırsan, niyə gedirsən? O da qayıtıb deyir ki, mən tanımıram, amma hədiyyəsi var idi, xoşum gəldi. Uşaqlar, belə etməyin, ha. Bunu yadınızda saxlayın ki, heç vaxt tanımadığınız insana yaxınlaşmaq olmaz. Əgər biri sizə məktəbdə yaxınlaşıb dedi ki, məni sənin atan-anan göndərib, gəl mən səninlə gedim. Gəl sən mənimlə get. Evdə sənin üçün qəşəng hədiyyə hazırlamışam, ya səni parka aparıram, gəzməyə aparıram. Əvvəl ana-atanıza zəng edin. Soruşun, görün, həqiqət o insan sizi ata-ananız göndərib, yoxsa başqa bir insandır. Ola bilər ki, başqa hadisələr baş versin. Uşaqlar, heç vaxt belə işlər eləməyin. Heç kəsə etibar eləməyin. Əvvəl ata-ananız tanıdığı insanlarla dostluq eləyin, onların göndərdiyi insan olduğunu əmin olun, sonra onlara gedə bilərsiniz. Deyirəm, uşaqlar, cırtdan gəlib deyəsən, amma səsi gəlmir buradan. Cırtdan? Ay cırtdan. Nə yiyirsən sən orada? Heç nə. Heç nə yemirsən? Yox. Bayaqdan elə səsi və eşidirəm, yiyirsən. Bu uşaqlar da qəşəng söhbət eləyirdim. Eşitdin də sən də o sözü? Yox, heç nə yemirəm ki mən. Heç nə yemirsən? Yağlı çörək kimi bir şeydir. Yağlı çörək kimi bir şeydir? Ay cırtdan. Sən də razısan mənim fikrimlə? Eşitdin sən mən nə dedim? Mənə bax, sən bir uşaqlarla salamlaşmısan? Yox, bir dənə salamlaşım mən. Salamlaş. Salam uşaqlar, necəsiz? Ağzım doludur, çox danışa bilmirəm. Necəsiz uşaqlar? Çiçək oldu, bayaq nə deyirdin sən? Nədən danışırdın? Yaxşı. İndi salamlaşmağın biraz gec oldu. Bu dəqiqə tapmacanın vaxtıdır. Gedək tapmacanı deyək. Sonra aydınlaşdıraq görüm nə yeyirsən və nə məsələdir. Nəsə şübhəli gəldi mənə. Uşaqlar, gedək tapmacaya. Tapmaca! Getdi! La. Uşaqlar, bu gün də tapmacamızın vaxtıdır. Görürəm ki, hamı səbirsizliklə gözləyirsiniz. Hazırsınız? Başladıq. O nədir ki, dayanıbdı dayaqsız. O nədir ki, boyanıbdı boyaqsız. Tapdınız? Əhsən sizə. Tez nömrələrə yazın, göndərin. Bizdən çox pulu hədiyyələri qazanın. Tez olun. Cırtdan, işləyirəm uşaqlara. Bugün sənin nağılımı danışım. Nənə, mənim nağılımı danış. Nə yaxşı. Biri var idi, biri yox idi. Bir nənənin balaca bir nəvəsi var idi. Onun adı Cırtdan idi. Bir gün dostları gəlib qapını döydülər və dedilər, Cırtdan, biz meşəyə gedirik. Bizimlə gəlmək istəyirsən? Cırtdan sevindi. Ay nənə, nə olar, qoy mən də gedim də meşəyə. Nənəsi güldü və dedi ki, gedə bilərsən. Amma getməmişdən qabaq həm Cırtdana, həm onun dostlarına yağlı çörək verdi.
Uşaqlar yola düşdülər və meşəyə tərəf yollandılar. Biraz getmişdilər ki, gördülər, cırtdan gəlmir. Dedilər, ay cırtdan, sən niyə gəlmirsən? Cırtdan dedi, yorulmuşam. Nənəm sizə yağlı çörək vermişdi. Siz də gərək məni öz belinizə alıb aparasınız. Uşaqların əlacı kəsildi, cırtdanı belinə alıb apardılar. Çatdılar meşəyə, öz şələlərini yığdılar, düzəltdilər, yollandılar. Gördülər, cırtdan yenə də gəlmir. Ay cırtdan, indi niyə gəlmirsən? Şələ ağırdır. Uşaqlar meşədə şələlərini yığdılar, kürəklərini alıb yollandılar. Gördülər ki, cırtdan yenə də gəlmir. Dedilər, ay cırtdan, indi niyə gəlmirsən? Cırtdan dedi, nənəm sizə yağlı çörək vermişdi. Mənim də şələmi özünüzlə aparın. Onlar şələni də götürdülər, kürəklərini aldılar, yollandılar. Az getmişdilər ki, qaranlıq çökdü. Bilmədilər hara getsinlər. Bir tərəfdən işıq gəlirdi, bir tərəfdən iç hürürdü. Dedilər, ay Allah, ha tərəfə gedək biz? Cırtdan dedi, gəlin işıq gələn tərəfə gedək. Bəlkə biz onda yolu tapa bilərik. Onlar birlikdə işıq gələn tərəfə getdilər. Gördülər bir mağaradır və orada bir div yaşayır. Div bunları görüb dedi, nə yaxşı oldu. İndi bunları evə çağıraram, öz mağarama və axşam bunları yeyərəm. Ay uşaqlar, nə olub sizə? Hardasınız, hardan gəlirsiniz? Uşaqlar dedilər, biz yolumuzu azmışıq. Div dedi, gəlin içəri, istirahət edin, sabah yolunuza davam edərsiniz. Div onları içəri dəvət etdi. Onlara yemək verdi, yer göstərdi ki, onlar yatsınlar. Elə ki, yuxuya getdilər, div dedi, bunlardan birini artıq yeyim. Kim yatıb, kim oyaq? Cırtdan tez yerindən qalxdı. Hamı yatıb, cırtdan oyaq. Div dedi, cırtdan niyə oyaq? Cırtdan dedi, nənəm mənə yatmamışdan qabaq qayğanaq bişirərdi. Mən onu yeyib yatardım. Div dedi, yaxşı, mən sənə qayğanaq bişirərəm. Div getdi, onun üçün qayğanaq bişirib gəldi. Cırtdan qayğanağı qabağına qoyub yedi doyunca və uzandı yatsın. Div biraz da gözlədi. Dedi, indi yatıblar. Gəldi, yenə yaxınlaşdı. Kim yatıb, kim oyaq? Yatıb, cırtdan oyaq. Div dedi, axı cırtdan niyə oyaq? Dedi ki, cırtdan dedi, nənəm mənə yatmamışdan qabaq xəlbirlə gedib çaydan su gətirərdi. Mən o suyu içib yatardım. Div dedi, yaxşı, mən sənin üçün gətirərəm. Xəlbiri götürüb çaya get. Nə qədər sudan götürdüsə, su xəlbirdən yerə töküldü. Vaxtdan istifadə edən cırtdan tez dedi, ay uşaqlar, durun ayağa, durun. Div bizi yemək istəyir. Uşaqlar həyəcanla qalxdılar. Tez şələlərini götürüb mağaradan qaçdılar. Gəlib yavaş-yavaş çaydan keçdilər. Səhər artıq açılmışdı. Div uşaqları çayın o səmtində görüb dedi, ay uşaqlar, hara gedirsiniz? Necə gedirsiniz? Necə keçdiniz çaydan? Cırtdan dedi, bura nə var ki? Sən də bizim kimi keçə bilərsən. Div dedi, bəs mən necə keçim? Dedi, nə var ki? Sən dəyirman daşını boynuma salacaqsan, çaydan keçəcəksən. Div buna aldandı, böyük dəyirman daşını boynuna keçirtdi. Amma cırtdan sudan keçəndə daş ağır olduğuna görə suda batıb getdi. Və cırtdan öz ağlı ilə öz dostlarını xilas etdi və onlar sevinə-sevinə öz evlərinə qayıtdılar. Cırtdan, nağılım xoşuma gəldi. Nənə gördün necə mən qəhrəman cırtdanam, dostlarımı xilas eylədim, Cırtdan, yenə yeyirsən nə? Yo, heç nə yemirəm. Heç nə yemirsən? Yo. Yaxşı iştah var səndə hələ. Ay Cırtdan. Çiçək bacı.
Hə, biraz uşaqlarla danışaq görüm dərsləri Hə, necədir? sizin dərsləriniz necə gedir uşaqlar? Uşaqlar, dərsləriniz necə gedir? Necə oxuyursunuz? Məktəbdə necədir vəziyyət? Onlar barəsində yaxşıdır. Çox sevindim. Hə, uşaqlar. Deyirəm ki, mənim sözlərim yəqin ki, yadınızda qaldı da. Hə, Cırtdan. Qulaq asırsan? Mənə də görürəm yeyirsən. Hı? Sən mənə də görüm o hardan almısan, necədir? Nənəm verib sənə? Yo, dostum verib də. Dostun verib, Azər verib, Yo. Əli verib, Yox. Anar verib. Yox. Bəs kim qaldı? Təzə dost Bu mənim tapmısan? təzə dostumdur. Aha, təzə dost olmusan. Deyib biz də tanıyaq da onu. Yo, özü deyib ki, mənə heç kimi tanıtdırma, təqdim eləmə. Deyib ki, mənə heç kim tanımasın, ancaq ikimiz dost olaq. Ona görə də mən özünü deyə bilmərəm də. Heç müəlliməm də bilmir. Deyib nənəyə də özünü təqdim eləmə, dostlarıma da özünü Niyə? təqdim eləmə. Ancaq deyib ki, özün tək gəl, mən səndən tək görüşmək istəyirəm. Ay. Niyə tək deyil? Onu sənə dostun verir. Bəs sən qarşılığında nəsə istəmir? Yo, heç də deyir, ancaq sən məndən dost ol. Mən sənə hər şey Qəribədir alacağam. ya uşaqlar, nəsə var burada. Yox, heç şey bacı. Nəyə O necə bağlanacaq dostdur burada ki, şübhələnəcək? istəmir nənən tanısın, dostsan niyə görə? Nə bilmə, yəqin elə fikirləşir ki, başqa dostlarım da tanısa ondan hər şey istəyər də. Aha, o cür. Çiçək bacı, mənə deyib ki, səni maşına mindirəcəm. Maşına? Sürəcək məni. Ay. Acıqda minməmsən ki. Minməmsən ki maşına. Yo, hələ minməmişəm. Minəcəm də, minəcəm. Hara amma indi minirsən minməmişəm. acıqdan? Sən onu yaxşı tanımırsan. Sonrası da ki çox şübhəli gəldi Yox, mənə. çox yaxşı O necə dostdur. dostdur ki, nənənlə tanış olmağını istəmir. Çox, Sənin çox yaxşı dostların dostdur, məgər Çiçək bacı, çox uşaqları yaxşı dostdur. tanımır, dostlarını tanımır. Tanımasın Evizə da. dəvət Mən eləmirsiniz. tanıdı bəs də mən alır da hər şeyi, mən alırım, mən yeyirəm hər şeyi. Yox. Sonra da mənlə dost olur da. Tanımadınız. Çox yaxşı dostdur. Çiçək bacı, paxıllığın tutur sənin. Mənim paxıllığım tutur. Hə, paxıllığın Yaxşı tutur da. görüm cırtdan, nə paxıllıq. Sənin dostun yoxdur, təzə dostun yoxdur deyə paxıllığın tutur da ona görə. Hə, nədir? Cırtdan, qulaq as. Bir dənə söz deyim sənə. İstəyirsən sənin də belə dostun olsun. Ancaq sənə nədir, belə yeməli şeylər versin, aparsın maşına mindirsin, hə? Görsən ki, cırtdanın var, sənin ancaq paxıllığın Yox, tutsun. Elə həmişə yaxşı, paxıllıq yaxşı. eləyirsən. Yaxşı cırtdan. Zəng gəlir. Gəl buna müsabiqəmizə keçək. Getdi müsabiqə. Gedək müsabiqəyə, sonra yaxşı baxarıq görüm nə məsələdir. Gedək uşaqlar, gedək. Gedək. Müsabiqəmizdən sonra aydınlaşdırırıq nə var nə yox. Aşağıdakı nömrələrə müraciət eləmək yaddan çıxmasın ha, müsabiqə var. Gedək. Salam dostum, necəsən? Cırtdanın ağıllı dostu. Görəsən bugünkü dostunun adı nədir? Rıza, neçə yaşın var dostum? Qəhrəman dostum. 5 yaşım var. Yenə qəhrəman olmaq istəyirsənsə, gəl mənimlə oyun oynayaq. Hə? Onda xanalardan birini seç. Görək hansını istəyirsən və oynayaq. Çətin oldu deyəsən. Neçə? 1. Hə, getdi. Hə, dostum. Sənə burada suallar veriləcək. Sən də doğru olanda deyirsən bəli, yanlış cavab olanda deyirsən xeyr. Yaxşı? Onda başlayırıq. Hazır ol. Getdi. Azərbaycanda qış adətən soyuq keçir. Bəli. Balıqlar suda yaşaya bilir. Bəli. Buz isti olur. Hə? Buz isti olur. Xeyr. Payız fəslində yarpaqlar saralır. Bəli. Müəllimlər bizə bilik öyrədir. Bəli.
Sonra çörək buğdadan hazırlanır. Nyam 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 nyam. Bəli. Aferin sənə. 6 dənə doğru cavab. Yəni 60 xalım var dostum, qəhrəmanım. Getdik o bir oyunumuza. Dostum, bizdən 60 xal qazandın. Səni təbrik edirəm. Yenə qəhrəman olmaq istəyirsən? Bəli. Onda keçək ikinci oyunumuzu oynamağa. Xalı seç, xananı seç. Görək hansı gələcək oyunumuz? 6. La 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 la. Hə. Dostum Rıza, görək sənin diqqətin nə qədər güclüdür. Hə, deməli bu qutuların içində müxtəlif əşyalar var. Və sən onları nə etməlisən? 7 dənəsini bizə deməlisən. Hazırsan? 7 dənəsini yadında saxla, tez-tez deyərsən. Qutular açılır. Diqqətlə bax. Diqqətlə bax. Bir də açılır, təkrar açılsın. Rızaya kömək eləyək biraz da. Bax. Diqqətli bax. Aha. Başla. Tez. Yadından çıxdı. Nə? Ne oldu? Kutular hardadır? Kutuların içinde ne var? La. Maşın hardadır? 7'ye baxaq görək maşın var. Əhsən. Sonra. Tez-tezdən vaxt gedir. Ne? Tez oldu. Bir de heç ne. Boştu bir. Heç ne yoktu. Heç ne değil o topuymuş. Topuymuş o. Sonra gitti. Tez ol, vaxt az qalıb. 5 top var. Baxaq. Ay, burgermiş. Sonra. Vaxt tamam oldu. Amma təbrik edirəm səni. Bizdən 20 xal qazandın, qəhrəman. Getdik xalımıza. Dostum, bizdən 80 xal qazandın. Səni təbrik edirəm. Hə, yəni bu da o deməkdir ki, mən də sənə 20 xal hədiyyə verirəm. Olur 100 xalın. Hə, bu da o deməkdir ki, sən bizdən 100 manat dəyərində hədiyyə qazandın. Səni təbrik edirəm. O biri dostlarıma da denən ki, gəlsin cırtdanla bərabər oyun oynasınlar, yaxşı? Sağ ol. Çiçək bacı, bilirsən nə qəşəng maşınım var? Özdə ən
neçə xoşladığım maşınlardandır. Aha. Düzdür, hələ minməmişəm. Həmişə dərs saatından sonra çıxıram deyə. Nənəm də mənim dərs çıxış saatımı bilir də. Ona görə mən evə tez getməliyəm ki, nənəm narahat qalmasın. Yaxşı Ona ki, görə də hələ minə bilməmişəm o maşına. Yaxşı ki, bunu fikirləşirsən. Yəni Hə, Çiçək bacı. nənə, yəni nəzərdə tutursan ki, bir də o maşına minmək düz deyil ha, Cırtdan. Çiçək bacı, amma dostum mənə deyir ki, dərsdən bir dəfə tez çıx. Aha. Hə, bir iki dərsə girmə də nə olacaq ki? Onda gəl sən otur maşına, səni belə fırladım. Həyətdə qəşəng. Cırtdan, o işlər çox təhlükəlidir. Sən Yo, yo, dostun yo. hələ çox şübhəlidir. Elə deyil uşaqlar. Yox, ay Çiçək Uşaqlar bacı. görürsüz də, yəni tanımır. Əslində deyib ki, mən istəmirəm sənin dostların məni tanısın, nənəni tanısın. Elə deyil, sizin üçün də maraqlı gəlmir ki, niyə görə bu işi görür? Aha, bax, orada Muhammed tutdu nə deyirəm. Nə deyə bilər? Başa düşdün? Aha, Həsən də deyir. Aha, Həsən nə görürsən? oldu be Həsən? Elə orada fikir bildirsən. Nədir paxıllığın tutur? Yəni onlar başa düşdü. Mən indi sənə izah eləyəcəm. Sənin o dostun səni maşınına mindirə bilər. Aha. Amma məlum deyil o düşə biləcəksən oradan ya yox. Elə iş Yox, görə nə bilər var ki, Çiçək bacı? Elə gülməli danışırsan ki, maşının orada kiliddən çıxartma yeri var da belə tak eləyirsən, açırsan, sonra da belə düşürsən aşağı, sonra qapını tak örtürsən, gedirsən də Çiçək Cırtdan, bacı. hər şey bu qədər rahat olmaya bilər. Hə, Bunu necə fikirləşdin. Elə iş görə bilər ki, qapılar ümumiyyətlə açılmasın. Sən kilidini də aça bilməyəsən. açılar, niyə açılmır Yox, ki? sən bax Cırtdan, tanımadığımız insanlarla özdəki bax mən sənə bir iki dənə sual verdim. Dedim ki, niyə görə? Bax dostlar başa düşdü ki, hə sən sənə aldıqları şey onlara almaq istəmir. Və yaxud da ki, səni dostları ilə paylaşmaq istəmir, hə? Amma nənə niyə? Nənə sənin Çiçək bacı. dostundur. Nənə Çiçək bacı. Nənən sənin heç olub ki, nənən deyilsin ki, sən o dostunla dost olma, dostlarını yığ. Sənə Ay dostlar Çiçək sizə bacı, gəl. nənəmi qoy kənara. Nənəmi qoy kənara. Görürəm ki, elə sənin də ekran qarşısında əyləşən dostlarımızın da hamısının paxıllığı tutur. Bir gördülər ki, mənim dostumun maşını var. Maşınla məni gəzdirəcək qəşəng. Mənə hər şey alır, paxıllığımız tutdu. Cırtdan, heç düz fikirləşmirsən. Ay Papağı da papağım. Ay düşdü. qaranlıq oldu, qaran. Ay. Papağı düzəlt. Hə. Zəng gəldi. Gedək uşaqlar, gedək. Müsabiqəmiz var. Qaydacıq. Yenə aydınlaşdıracağam bu söhbəti. Uşaqlar, müsabiqəyə gedirik. Heç kim görmədi. Getdim müsabiqəyə, getdim. Salam dostum, necəsən? Dostum, eşidirsən məni? Eşidirəm. Necəsən? Oyunumuza xoş gəlmisən. Adın nədir? Zavaddır. Cavad, neçə yaşın var? 6. Hə, mən də tanıyırsan da, mən də Cırtdanam. Oyunumuza hazırsansa... Sən Hə, tanıyırsan. Çox şad oldum səndən dost olduğuma. Cavad, oyuna hazırsansa, yuxarıda gördüyün rəqəmlərdən birini seç və başlayaq oyunumuza, hə? Bir dənə rəqəm seç, yəni denən mən açım buradan. 6'nı seçirəm. Altını seçir. Açılsın altı. Hə, getdi. Hə, Cavad, deməli, oyunumuza birinci xoş gəldin. İkincisi, bu oyun bilirsən necədir? Sənə mən suallar verəcəm və sən doğru cavablara bəli deyəcəksən, səhv olan cavablara isə deyəsən xeyr. Amma tez-tez denə, yaxşı? Vaxt olacaq sənə. Vaxt qurtarmamış. Bütün sualları nə etməlisən, cavablandırmalısan. Razılaşdıq? Razılaşdıq. Başladıq. Getdi. Qışda göydən qar yağır. Qışda göydən qar yağır. Tez ol, tez ol, tez ol. Böyle yağırmışlar. Kar yağmur. Qar yağmır. Bəli, yoxsa xeyr? Tez ol. Yağmur. Bəli, yoxsa xeyr? Yağmur. Bəli. Bəli. Vaxtı bizə televizor göstərir.
Vaxtı bizə nə göstərir? Gösterme. Xeyr. Gösterme. Bəli və yaxud da xeyr deyirəm. Yaxşı dostum. Yer kürəsini ay isidir. Yer kürəsini ay isidir. Yok. Xeyr. Hayır. Anamızın anasına baba deyirik. Anamızın anasına Yox. baba deyirik. Xeyr. Yox. Sonra maşının 3 təkəri olur. 4 teker oldu. Aferin, yəni xeyir. Aferin sənə. Hamısına doğru cavab verdin. Təbrik edirəm səni. Yeni oyun oynamaq istəyirsənsə gedək ikinci oyunumuza. Bilirəm. Getdik. Dostum, bizdən 50 xal qazandın. Yeni oynamaq istəyirsən? İstəyirəm. Onda ikinci xananı seç, gedək oyunumuza. 5-ci. 5-ci açılsın. Yuhu, getdik. Hə dostum, gəldik oyunumuza. Yenidən xoş gəldin bizim oyuna. Deməli dostum, eşidirsən məni? Oyunu Dostum. sənə başa salacağam. Eşidirəm. Hə, sən oyuna diqqətlə qulaq as. Bu gördüyün kasanın altında bir dənə yumurta olacaq. O yumurtanı əvvəlcə sənə göstərəcək. Sonra kasalar fırlananda sən o yumurtanı tapmalısan. Eşitdin dostum? Oyunu başa düşdün? Zıttan. Bəli. Yok. Başa düştüm. Görürsən də məni, düzdür? Oyuna başlayırıq. Bax, Zıttan. bəli, görürsən məni? Görürəm. Hə, oyuna Görürəm başlayırıq. 3, 2, 1, başladıq. Diqqətlə bax. Görürsən, yumurta ikincidədir. İndi kasa fırlanacaq və sən həmin yumurtanı tapmalısan. Hansındadır dostum? 1, 2, 3. Hansındadır? İkinciden. İkinci açılsın. Ay ay ay. Üçüncüdəymiş. Eybi yoxdur. Təkrar yenə oynayırıq. Getdik. Diqqətli ol. La 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 la. Diqqətlə baxırıq. Kasalar fırlanacaq. Ehtiyatlı olun amma yumurtamı qırmayın. Hansındadır? Şey. Aha. Yes. İkinci. İkinciyə baxaq. Ay ay ay. Yenə də üçüncüdəymiş. Eybi yoxdur. Yeni oynayırıq. Diqqətli qulaq as. 1, 2, 3. Başladıq. Diqqətlə bax. Diqqətlə. Yumurta buradadır. İndi kasalar fırlanacaq. Görsən, mənim şəklim var, cırtdan şəkli var. Görək hansındadır? Baxaq. Aha. Şey. Üçüncü. Üçüncüyə baxaq görək. Vay ay ay. Birincidəymiş. Eybi yoxdur. Gedək görək sənin nə qədər xalın var. Getdik. Xal qazanmısan və oyunda iştirak etdiyin üçün cırtdan sənə 20 xal hədiyyə verir. Sevinirsən? Bu da o deməkdir ki, sənin 70 xalın oldu və 70 xal da o deməkdir ki, 70 manat dəyərində
hədiyyə qazandın cırtdanın macəraları verilişindən. Təbrik edirəm səni. Sağ ol. Sağ ol. Ay cırtdan. Hə. Sən mənə demədin, o əlindəki nədir? Nə yeyirsən? Ancaq elə əlimdəki çörəyə baxırsan, dedim. Daha belə şübhəli yanda mən də Yağlı baxaram. çörəyə bənzər bir şeydir. Nədir? Ürəyin istəyir? Sən də istəyirsən? Hə? Gəl verim sənə də, gəl. Gəl Yox, götür sən yox, də. mən istəmirəm. Ala götür, Mən rahatla tanımadığım adam verdi, heç nə istəmirəm. Necə tanımadıq adamı? Mənim dostum Və verdi. biz tanımırıq onu. Sənin dostundur, deyirsən o dostumdur. Hə. Kimdir əslində? Tanıyırsan, onun qohumların, dostun, tanışın, harda işləyir? Yox, evi zaten tanımıram, bilmirəm kimdir. Harda qalır onu da tanımıram. Qohumları, nə bilim, heç şey bacı elə danışsan ki, Heç bir məlumatın yoxdur, heç bir məlumatın yoxdur, amma danışırsan ki, anasını tanımıram, atasını tanımıram, ətrafındakı dostlarını tanımıram. Nə bilim, Çiçək bacı bilmirəm axı kimdir. O nə suallar da verirsən Çiçək bacı? Güya dostlarımın hamısının evini tanımalıyam, işlədiyi yeri sən məgər tanımalıyam. dostlarının evini tanımırsan? Uşaqlar, siz dostlarınızın evini tanımırsınız, dostlarınızın evinə gedib gəlmirsiniz. O sizin evə gəlmir, şəkil çəkdirmir. Bir dənə şəkli var onun səninlə. Yo, da yəqin mən kimi dostlarım paylaşa bilmir də, yəqin ki, deyir ki, mən ancaq cırtdanla dost olmalıyam, başqa heç kimlə dost olmaq istəmirəm. Bəlkə ona görə istəmir ki, olsun, cırtdanla dost olsun, amma niyə görə deyir ki, müəllimin bilməməlidir? Bax, bu suallarıma cavab vermədin sən. Nənəm bilməməlidir. Yəni bunlar ki, axı sənin dostluğuna paxıllıq eləmir. Sənin nənən heç olmayıb. Bax, bu sualıma cavab vermədin. Sən heç olmur ki, nənən dostları desin ki, dostların sizə gələndə desin ki, yox, bununla dost olma. Bu yaxşı. Olur heç? Yox. Azər sizə gəlir, dostlarımın ana hamısı gəlir. tanıyır da, nənəm bilmirsən ki, ya. Azəri Tanıyır, amma bu dostluğu tanımır. Ərini tanıyır. Yəni nənən də paxıllıq eləyəcək? Yox, nənəm niyə paxıllıq eləsin ki? Nənəm qocadır. Nənəm dost istəmir ki indi. Ancaq mən. Cırtdan, bax. Hə. Yəni gəl sən özün də qəbul elə ki, bu işin düz deyil. Yəni sən ona etibar eləməyin düz deyil. Çünki həqiqətən elə deyil. Bayaqdan uşaqlar da orada deyirlər ki, mən cırtdanın bu dostundan şübhələnirəm. Bax, hamı deyir. Mən də şübhələnirəm. Biz də istəmirik ki, baxın uşaqlar, bir məsələ də var. Bax indi cırtdan bu işi görüb, amma siz eləməyin. Hər adamın, tanımadığınız adamın əlindən nəsə alıb yemək düzgün deyil. Ola bilər ürəyiniz istəyir, amma bu işi eləməyin. Yaxşı mı uşaqlar? Uşaqlar deyil yaxşı. Çünki başınıza bir iş gəlsə, sizə heç kəs kömək eləyə bilməz. Niyə? Zəng gəlir. Cırtdan zəng gəlir. Sözümüz inşallah davam olacaq uşaqlar. Gedək. Ura! Zəng etdi. Gedək müsabiqəyə uşaqlar. Müsabiqə. Salam dostum, necəsən? Yaxşıyam. Adın nədir? Aycan. Aycan, neçə yaşın var? 10. Hə, bilirsən, mən nənəmi çağıranda nənəm deyir, Aycan, cırtdan. Hə, sən də qəşəng adın var, deyirəm. Aycan, əgər hazırsansa oyunumuza başlayaq. Bəli, hazıram. Onda yuxarıda gördüyün xanalardan birini seç və oyunumuza başlayaq. Yəni denəm mən buradan açım. Sağdan. Neçə? Sağdan birinci. Yəni nömrə neçə? 1. 1. Birinci xana açılsın və açıldı, getdik oyuna. Aycan dostum. Oyunumuza xoş gəlmisən. Deməli, bu oyun bu cürdür ki, yəni ola bilər sən təqribi bildin ki, oyunumuz nədir? Bu gördüyün kasalar fırlanacaq və altından bir dənə yumurta çıxacaq. Amma əvvəlcə sənə o yumurtanı biz göstərəcəyik ki, hansı kasanın altındadır. Daha sonra fırlanır və sən həmin yumurta olan kasanı tapmalısan. Başa düşdün oyunumuzu? Bəli, başa düşdüm. Diqqətli ol və başladıq.
Amma ehtiyatlı ol, yumurtamı qırma sonra. Amma buradadır ki, yumurta indi kasa bağlandı və fırlanacaq. Diqqətlə həmin kasanı izlə. Hansındadır? 1, 2, 3. Rəqəmin yanında olan birincidir, ortada ikincidir, o birisi üçüncüdür. Hansındadır? Ha? Birinci. Birinci Birinci. açılsın. Aferin. Doğru cavab. Yenə təkrar oynayaq. Baxaq görək hansındadır. Diqqətli ol, diqqətli. Yumurta buradadır. Görürsən, mənim kasalarım deyə üstündə şəklim də var. Çok keseceğim. Hansındadır? Ortadaki. İkincini açılsın baxaq. Üçüncüdəymiş. Yoxdur. Yeni oynayırıq. Baxaq görək. La. Diqqətli bax. La. Aha. Hansındadır? Ortada. İkinci açılsın, baxaq görək. Aferin sənə. Doğru cavab verdin. Gedək görək sənin nə qədər xalın oldu. Getdi. Xal qazandın bizdən. Səni təbrik edirəm. Yeni oyun oynamaq istəyirsənsə ikinci xananı seç. Hansını istəyirsən? 3. Üçüncü xana Üç. açılsın. Yuhu, getdi. La. Aycan, gəldik ikinci oyunumuza. Yenidən oyunumuza xoş gəlmisən. Bu oyunumuz bu cürdür ki, lövhədə riyaziyyata aid suallar veriləcək və sən onların cavabını bizə tez deməlisən. Razılaşdıq? Razılaşdıq. Başlayaq oyuna. Başladıq. Yuhu. 2 üstəgəl 1 üstəgəl 5. 8. 8. 4 üstəgəl 9 üstəgəl 7. 20. 20. 5 üstəgəl 9 üstəgəl 3. 17. 17. 17. Doğrudur. Sonra 4 üstəgəl 5 çıx 1. 8. 8. Sonra 9 çıx 8 üstəgəl 7. 8. 8. Sonra 5 üstəgəl 8 üstəgəl 6. 18. 18. 19. Doğru cavabdır. Aferin sənə. Doğru cavab verdin. Təbrik edirəm səni. Gedək görək sən nə qədər xal qazandın bizdən. Getdi. Bizdən, yəni ki, özün 100 xal qazandın. Təbrik edirəm səni. Və oyunda iştirak etdiyin üçün cırtdan da sənə 10 xal hədiyyə verir. Yəni oldu 110 xalın. Bu da o deməkdir ki, 110 manat dəyərində cırtdanın macəraları verilişindən hədiyyə qazandın. Təbrik edirəm səni. Sağ ol dostum. Çok sağ olun. Sağ ol. Cırtdan, Hə. sən hələ də başa düşmədin mən nə demək istəyirəm. Mən istəyirəm izah verəm. Həm uşaqlarımıza, həm sizə. Sənə. Ay çiçək bacı. İndi bax Cırtdan. Deyirəm ki, bir dənə bağışda sözü kəsirəm. Kəs. Deyirəm ki, çiçək bacı, bax bunlar dadlı görsənir də. Mən necə ola bilər ki, mənə desinlər ki, ay Cırtdan, gəl sənə bu şirniyyatı verirəm və yaxud da bu dondurmanı verirəm və yaxud da bu oyuncağı verirəm. Gəl sənə verim, sən də get oyna. Mən necə axı onu onun əlindən almayım? Çünki mən onları çox sevirəm.
Bax cırtdan, gəl belə danışaq. Uşaqlar, ola bilər, sizin başınıza da gəlsin bu. Aha. Baxın uşaqlar, ola bilər ürəyiniz nəsə istəsin. Məsələn, cırtdan kimi də ona verir, məsələn, istəyirsiniz, yeyəsiz. Onu onun əlindən, tanımadığınız adamın əlindən alıb yeməyin. Niyə? Neyinin? Qəşəngcə onları yazın bir dəftərə, bir vərəqə, sonra gedin ana-atanıza deyin. Və yaxud ola bilər ki, nəsə bir şeyini ürəyiniz istədi, ya nəsə istədi. Aha. Düzdür, həmin dəqiqə ana-atanız eləyə bilməsə də, ola bilər də başı qarışıq olsun, işi olsun, Aha. eləyə bilməsə də onu sonra eləyəcək. Bunu mütləq yadınızda saxlayın. Bəlkə Amma həmin o ürəyin həmin vaxt adamın əlindən aldığınız nəsə ki, ola bilər, sizin başınıza bir iş gələ bilər. Onda sizə heç kəs kömək eləyə bilməz. Aha. Elə işlər gələ bilər ki, valideynlərinizin xəbəri olmaya bilər. Baxın uşaqlar, indi bayaqdan cırtdan deyir ki, mən maşına minmək istəyirdim. Tanımadığınız adamlar, yəni bilmədiyiniz adamların maşınına minsəz, ola bilər ki, sizi götürüb apara bilərlər Çiçək və bacı. siz valideynlərinizə də xəbər verə bilməzsiniz. Elədirmi? Bacı, ay çiçək bacı. Deyirdim bəlkə o maşına gedim. Bir dəfə mənim ürəyim rahatlasın da çiçək bacı, nə olar gedim də. Mən bayaqdan özüm üçün danışıram burada. Yox, bir dəfə, çoxlu yox ki, bir dəfə. Elə hadisə bir dəfə olur. Necə yəni? Bir dəfə baş verir. Bir dəfə mindin, gördün ki, artıq sən ata-ananın evinə gedə bilmirsən. Nənəvin evinə gedə bilmirsən. Bəli uşaqlar, bunlar çox ciddidir ya uşaqlar. Bunu unutmayın, qətiyyən unutmayın. Baxın uşaqlar, bax yad adamlar sizi tanımırsınız. Bax onlarla tanışdığınız yoxdur. Bilmirsiniz. Bəlkə də yaxşı adam ola bilər. Demirəm hər yad adam pisdir. Amma ola bilər ki, siz hadisələrə görə ehtiyatlı olasınız. Ola Yəni, bilər hansısa çiçək bir bacı, hadisə. biz Bax indi uşağıq bax cırtdan. Əlindəki yemək hansısa bir yaxşı bir şey olmaya bilərdi. Sən başına bir iş gələ bilərdi. Və yaxud o maşına Allah eləməmiş minərdin. Ay. Səni o dostun bir başqa yerə apara bilərdi. O əlbəttə ki, dost demək olmaz ona. Çünki biz onu tanımırıq. Ay aman. Həmçinin də məktəbdən Mən qırağa yalnız getməyin yeyə uşaqlar. bilməzdim. Məktəbdən düz evinizə gedin. Ola bilər ki, sizi kimsə çağıra. Müəlliminizin xəbəri olmalıdır. Aha. Müəlliminizdən aralı qalmayın. Məktəbdə valideynlərinizi məktəbin özündə gözləyin. Oynadıqda da evdən çox uzağa getməyin. Həyətdə, həyətin qırağında oynayın. Yəni valideynləriniz sizi arada baxa bilsinlər, nəzarət eləyə bilsinlər. Onlardan uzaqda qalmayın. Hə. Və yaxud da ki, ola bilər siz evdə oturmusunuz, valideynləriniz harasa gedib. Aha. Cırtdan sən də yadında saxla. Kimsə qapını döydü. Birdən qapını döydü. Ay. Dedi, aç qapını, mən gəlmişəm. Mən Vay. filan iş üçün gəlmişəm. Ona nəyə niyərsən cırtdan? Bir iş üçün gəldim. Açarsan qapını. Yo, açmayaq da çiçək bacı, sən Açmaq bilirsən. olmaz uşaqlar. Qətiyyən bu işləri görməyin. Aha. Birdən o da yad adam evə girə bilər, sizin başınıza bir iş gələ bilər. Ona görə belə şeyləri vay, qətiyyən vay, nəzərdə buraxmayın və həmişə həm məktəbdə, həm evdə, həm də ki, başqaları ilə, yad adamlardan uzaq qalmaqda bunlara riayət edin uşaqlar. Ay aman, çiçək bacı deyirsən ki, yəni bizim əlimizdən bizi yəni qapını belə icazəsiz açar, girər belə içəri belə. Hər şey ola bilər. Ciddi məsələlərdir bunlar. Uşaqlar həmişə yadınızda saxlayın. Ciddən sən də elə bilirəm başa düşdün. Hə, çiçək bacı başa düşdüm. Çox sevindim. Deməli belə. Uşaqlar, görürəm ki, kömək istəyirsiniz, amma yaxşı-yaxşı da fikirləşirsiniz. Əhsən sizə. Tapmısınız əksəriyyətiniz cavabı? Onda o biri dostlarımıza kömək edeyim. Deməli uşaqlar, biz burada demək olar ki, hər rəsmlərimizdə istifadə edirik. Hə, yuxarıda olur biri, biri də aşağıda olur. Birinin üstündə gəzirik, birinə də baxırıq. Çox gözəldir. Tapdınız? Tez göndərin. Tez olun. Hər kəsə güvənmək olmaz. Ancaq nənəmin yalnız Cırtdan. ürəyindən aparacağam. Ay cırtdan, yenə sən kimdənsə nə salıb yeyirsən? Aparacağam. Cırtdan. Hə, çiçək bacı. Deyirəm yenə kimdən salmısan onu? Yox. Tanımadığın adamdan almısan? Yo. Heç kimdən almamışam, Çox şükür. Dostum ver, dostum. Yaxşı. Ay, ürəyim düşdü çiçək bacı. Mənim də ürəyim düşdü. Dedim ki, bu boş-boşuna danışmışam da burada. Ay anar vermişdi. Yo, anar vermədi. Əli. Yo.
Yadıma düşdü? Hə, dostum verdi. Hə, Ay, lap ürəyim yaxşı. düşdü. O birisi Tanıdığın dostum vermişdi. dostun da, hə? Əbəlfəz. Hə, Ay, lap yaxşı. ürəyim düşmüşdü çiçək bacı. Sən də elə dedin ki, ay, mən də dedim ki, görəsən bu konfeti mənə kim verib? Ay Allah, yadımdan çıxmışdı. Eybi yoxdur, eybi yoxdur. Hə, əsas odur ki, başa düşdün də sən. Hə, çiçək bacı başa düşdüm. Başa düşdüm ki, heç kəsdən, yəni tanımadığımız adamlardan bir şey götürmək olmaz. Bəs çiçək bacı, Afərin. tanıdığımız qonşulardan bir şey götürmək olar. Tanıdığımız qonşulardan, əgər ata-ananız Çox icazə yaxından versin. tanıdıqlarımızdan götürmək olar da. Ata-ana icazə versin. Aha, Uşaqlar, bunu anamız yadınızda icazə saxlayın. versə, nənəmiz Bəli, icazə ata-ananızdan icazə almalısınız. Aha, hə, yaxşı. Ola bilər ki, nəsə münasib bir şey olmaya bilər. Ya Aha. ananız, atanız Ha, razı onda olmayacaq. belə başa düşdüm ki, ümumiyyətlə anamız, atamız, bacı, qardaş, nənə, əmi, dayı, baba, saydıqca qurtarmır. Hə, onlardan başqa, yəni qohumlarımızdan başqa, ən çox da ana, atamız, nənə, babamız, bacı, qardaşımızdan başqa heç kimdən heç nə götürmək olmaz. Bəli, onları ki artıq tanıyırsan və ana-ata da icazə verir, bəli. Hə, Əlbəttə olur. başa düşdüm. Hə, çox şükür başa düşdük. Uşaqlar, siz də başa Çiçək düşdünüz. Uşaqlar da sevinir ki, cırtdan artıq başa düşdü. Hə, çiçək bacı, mənim kimi ağıllı uşaq bu gün belə bir səhvə yol vermişəm mən. Vay 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 vay. Eybi yoxdur, olur da. Bəzən olur ki, insan səhv eləyir, amma sonradan başa düşməyə çox gözəl bir şeydir. Hə, çiçək Məsələn, bacı. böyük deyəndə, ya hansısa bir kimsə dostun deyəndə də hətta olub. Düz söz desin də, dostundur da sənin. Hə, onda məsələn, o sözləri qulaq asırsan, bir nəticəyə gəlirsənsə, bu çox gözəl bir Çiçək bacı şeydir. bizi aldadıb aparsalar. Sonra Yox, bizi yox, necə daha taparlar? sən bunlara riayət eləsə, heç kəs heç yerə aparmayacaq. Uşaqlar, mən bir sözü də xatırladım sizə. Tapmacanın cavabı müsabiqədə iştirak eləmək istəsəz və sözləriniz, rəsmləriniz, əl işləriniz hər nə olsa, bunu aşağıdakı nömrələrə müraciət edərək Dostlar, mən etməlisiniz. öz şəkillərimi Uşaqlar, bu gözləyirəm. günlük bu qədər. Sağollaşmalıyıq inşallah. Sabah görüşənə dək. Hə, Sağ olun uşaqlar. Uşaqlar sağ olun, şəkillərimi gözləyirəm ha. Mən də getdim sizə qəşəng-qəşəng mahnılar hazırlamağa. Sağ olun. La 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 la. Hey!